Müəyyən vaxtdan sonra biz müəssisənin anbarına bu baş tibb bacısı da ola bilər, aptek bölmə müdiri də ola bilər. Biz tələbnamə yazırıq elektron qaydada. Tələbnamə necə yazılacaq? İndi onu sizə göstərirəm. Yenidən burada daxil olur anbar təqib və şöbələr sitəyə. Artıq bu pəncərəni bilirsiniz. Tələbnamə üzərinə klik edirik. Yeni düyməsini seçirik. Seçdikdən sonra cari tarixi burada seçirik. Dərman hissəsinin yanındakı yumruğunu doldururuq. İstedilen ambarı seçirik. İstedilen ambar burada sizin öz ambarınız olmalıdır. Yəni öz müəssisənizin adını seçirsiniz burada. Əgər bu poliklinik xidmət göstərən müəssisədirsə, burada müəssisənizin adını seçirsiniz. Yox, əgər aptekdir, böyük bir xəstəxanadırsa, burada aptekin içində olan ambarlardan birini seçəcəksiniz. Bu indi başı-baş səhiyyə olduğu üçün mən onun şəhər poliklinikasını seçirəm. Proqram adını seçirəm. Profilli dərman. Yəni dərman götürəcəm. Əgər burada dərmanı seçməsəm, dərmanları görməyəcəm. Deyək ki, yazıram test. Siz burada şöbənizin adını yazarsınız. Açıqlama yerinə isə yazmaya ehtiyac yoxdur. Qeyd düyməsini çıxdıqdan sonra mən baxıram ki, həmin müəssisənin balansında olan vəsaitlər bunlardır. Deyək ki, 5 dənə bu vəsaitdən var. Betametazon adlı vəsaitdən var. Natrium hidrokarbonat, bikarbonatdan, hidrokarbonatdır. 50 ədəd var. Test yoxlamadan 12 test var. Yoxlamadan 9 qutu var. Digər yoxlamadan isə 97 ampula var. Yəni baş tibb bacısında və yaxud da aptek bölmə müdirində nə varsa mən hamısını görürəm. 2 dəfə üzərinə klik edirəm. İstədiyim miqdarı yazıram. Deyək ki, 2 istəyirəm. Əlini seçdim. Bu vəsaitdən istəyirəm 12 dəst görürəm var. Mən 10 dəstini istəyirəm. Seçdikdən sonra digər vəsaiti də seçirəm. 97 dənə var. Mən bunun 7-sini istəyirəm. Tələbnamə yazıldı. Yazıldıqdan sonra mən bunu təsdiq edirəm. Yox, əgər burada nəsə səhv yazmışamsa, miqdarı artırıb azaltmaq istəyirəm, ya və yaxud da vəsait əlavə etmək istəyirəmsə, təsdiqi qaldırıram. Yenidən burada nəsə əlavə edə bilərəm və yaxud da məhsul səhv yazmışamsa, buradan silib yenidən əlavə edə bilərəm. Deyək ki, 5 dəst istəyirəm. Təsdiq etdikdən sonra işim bitir. Baş tibb bacısı və yaxud da aptek bölmə müdiri artıq bu tələbnaməyə cavab verəcək. Cavab verəndən sonra mən nə edəcəm? Növbəti videonu göstərəcəm.